Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Vəfat edən Cabir İmanovla bağlı maraqlı faktlar xəbər verdiyimiz kimi, bugün əməkdar artist Cabir İmanov vəfat edib. Oxu24.com Cabir İmanovun tərcümi halını təqdim edir. Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: iqtisadçı, hüquqşünas. 1999-2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək polis polkovnik leytenantı rütbəsinə qədər yüksəlmişdir. Cəbhə Mədəniyyət Mərkəzinin rəisi olub.